Atam deyirdi ki, Qatır Məmməd alçaq boylu adamdır, arıq, həm də göyçək deyir. Sonra onun qardaşı vardı, Üsuf, kiçik qardaşı. O da çox qoçaq idi, göyçək idi. Qatır Məmməd deyir, belə elə bil deyir, nə deyim deyir, fırfırayt deyir. At deyir, bərk qaçanda deyir, o deyir, atın qarnının altında deyir, gedir deyir. Yaxşı at minən, güllə atan, döyüşən, vuruşan bir gənc oğlan olur. Qatır çox qoçaq adamdır, çox bacarıqlı o vaxtın adamlarına dediyinə görə qorxmaz, bacarıqlı adamıdır. Yaxşı. O Qatır Məmməd deyilən var ha. Onunla aranız necədir? Bəzisi deyir quldurdur. Bəzisi deyir qaçaqdır. Siz necə bilirsiniz? Deyirlər kasıb küsubun tərəfini saxlayır. Biz də belə eşitdik. Zəiflərin haqq səsi, zalimların qənimini dedilər. Həm də qırmızıların havadarı kimi tanındıq. Bərabərlik uğrunda mübarizəsinə, sosializm ideyasının təbliğatına dair kitablar oxuduq, dastanlar eşitdik, kinoya baxdıq. Amma bəzi mətləblər də vardı ki, bizə demədilər, bilmədik. Deyilməyənlərin tarixin alt qatından çıxarmaq asan olmasa da, mümkündür. Gəlin bir daha ötənlərə qaydaq, Qatır Məmməd həqiqətlərinə yenidən baxmağa. Qatır Məmməd sadə kəndli oğludur. Atası erkən vəfat eləyib, əmisinin himayəsində, Bayram kişinin himayəsində yaşayıb. Özləri də çox varlı dolanmayıblar, yoxsul kəndli olub. Ona görə də məcbur olub, əmisi onu nökər verib. Xan Qərvət Əhməd bəyə nökər verib. Bir iki il orada nökər olandan sonra buna çox əzab əziyyət veriblər orada. Haqqını da verməyiblər. Ona görə də çox narazı olub və bunu incitdiklərinə görə bir gün o ağasının ot tayalarını odlayıb, oradan qaçıb. Gəlib Goranboya. Goranboyda dayana bilməyib, əmisi apar, onu qoyub Gəncədə dəmir yolu məktəbinə. Gəncədə Mixaylovski sənət məktəbində oxuyurdu. Bu dünyanın amansız qanunlarına bələd deyildi hələ. Nə Sibir görmüşdü, nə katırqacısı, nə də qaçaq həyatı. Taliyinə ikili münasibət də yazılmamışdı. Hələ Gəncəbasarın say seçmə adamı Hacı Həsən Quşbazoğlu ilə də düşmən deyildi. Əzlədiyi Patevonda hər gün qulaq astığı mahnının sədaları altında xatırladığı Sarasına da yaman əllər uzanmamışdı. Amma bütün bunlar onun talih yazısıydı, qismətində vardı, olacaqdı. Bu sənət məktəbindən qayıtmağına səbəb yenə deyirəm, Hacı ilə Qatır Bayramın arasında olan o düşmənçilik məsələsinə görə qalıb. Muruzoğlu Abdullah Qatır Məmmədin dul qalmış əmsi arvadına sataşdığı üçün Qatır Məmmədin əmsi Bayram kişi onu öldürtmüşdür. Bax, düşmənçilik də buradan başlamışdır. Mənim atam Pristav'ydı, Qatır Məmmədin əmsi. Bunu öldürüb, ondan sonra o da mənim ikəmimi öldürüb. Bunlar ikiz imiş. Birinin adı İbrahimdir, birinin adı Məmməd Quludur. İkisindən birinin hastada Uryadnik olub. Bunlar cəmiyyətə çox zulüm verir. Necə ki, biri gəlir, Uryadnik olan tayı, bizim bax bu kətdə bir kasıbı çağırır, qapısının ağzında buna nələr sözlər deyir və qapıda da öldürmüşdü onu. Ondan sonra Qatır Məmməd bunun Məmməd Qulunu bizim indi 2 nömrəli məktəbin yanı belə çökək yerimiş, atını orada bağlayıbmış. Gecə gəlib atın yanında durub, İbrahim Məmməd Qulu atı aparmağa gələndə onu orada vurmuşdu. Özü də deyib ki, demə Məmməd məni xəlvət vurdu. Onun o birisi qardaşında buna ermənilər xəbər verir ki, bu Samiyan oyundur. Qatır Məmməd xançal itələdi, səni öldürəcək. Terqu mənim meyicimə də yaxın gəldim. Bazar yeri var, körpünün yanındadır. Orada bununla dalaşırlar, süpürəşirlər. Süpürəşə gelib çaya düşürlər. Orada da böyük çay axır, qara çay deyirlər ona. Burada süpürəşirlər, Məmməddən o cavan cantıraq imiş. Həm də hündür boylumuş, atam elə danışır. Sonra Məmməd deyir, suya düşür, suyun İrvahamın alt hissəsinə.
Nətər olsa körükən kimi xançalla bunu vurub. Öldürüb, özünü də çıxardıb qırağa, yapıncısını deyir, xurcunu başının altına qoyub İrvahamın. Sonra yapıncısını da üzünə çəkib, orada qoyub atına da minib getmişdi. Məmməd Əlioğlu Məmmədov, ləqəbi Qatır Məmməd, mütəmadən törətdiyi cinayət işlərinə görə mülkədar malikanələrinə silahlı baskınlar təşkil etdiyinə görə qanunsuz olaraq mülkədarların var dövlətini, malqarasını, taxılını, suyunu mənimsəyib kəndlilərə payladığına görə 12 il azadlıqdan məhrum edilsin və Sibirə katorqa işlərinə göndərilsin. Qatır Məmməd 4 dəfə həbs olunub. 2 dəfə ona məhkəmə qurulub. Və hər dəfə də məhkəmə onu Sibir sürgününə göndərib. 2 dəfə. Onların Sibir sürgünü olub biri 1906-cı ildə, ikincisi olub 1914-cü ilin yazında. 1917-ci ildə baş verən fevral inqilabı 3 əsrlik tarixin daşıyıcısı Romanovlar sülaləsinə son qoydu. Hakimiyyətə gələn müvəqqəti hökumət katorqaya sürgün edilənlərlə daxil olmaqla bütün məhbuslara amnistiya verdi. Ömürlük cəzaya məhkum edilmiş Qatır Məmməd də bağışlananların arasında idi. Goranboy Əhmədlidə onu gözləyən xəbər isə Sibir sazağından da betər oldu. Qatır Məmməd Sibirdə sürgündə olanda bunun yoldaşı olub Sara xanım. Bu da biz tərəkəməllər deyirik, bunlardan imiş. Onların deyir, vasitəsilə bu düşmanlar deyir, onu Zəyəmdən Səfər adında bir adama verirlər. Və bunu da deyirlər ki, Kuşvazoğlu Hacı Həsən öyrətmişdir. Adamın üstü Allah var da, o zadı Hacı Həsən gedib belə şeylərə məsul ola bilməz də, bu yalan sözdür onun için. Qətim mümkün olan şeydir. Bu, həmin Quşbazoğlu Hacı Həsəndir ki, onun Yelizavetpol qubernatorunun yanında xüsusi yeri var idi. Nətəri oldusa, onlar belə o Hacı Həsənlə barışdılar. Qatır Məmmədlə barışandan sonra Hacı bütün varlı adamları yığıb başına ki, hərə 10 baş qoyun, 5-6 baş malqara versinlər. Bu yolla ona malqara da toplayıblar, qoyun da toplayıblar, evdə tikiblər. Həbibə arvadı da onu alıblar. Anan Firəngizi də ona evlatlığa veriblər ki, Qasır Məmməd də bəsdir bu tikmənçiliyə son qoymaq lazımdır. Həbibə xanım yaxşı bir nəsildən olub, görkəmli bir varı nəsildən olub, Borsunludan. Özü də çox alicənab, ağıllı, göyçək bir qadın olub. Mənəm deyən kişilər deyir, onunla baravar ata minib, atı deyir, sürənməz deyir. Çox cəhd, çox arvad olub deyir. Həbibə xanım həmişə babalarımızın dediklərinə görə Qatır Məmmədlə həmişə öyünübdür. Onun cəsarəti, mərdliyi, kişilərə xas olan bütün müsbət keyfiyyətləri onda gördüyünü söhbət eləyərdi. Və Qatır Məmmədin çox da elə iri cüssəli adam olmadığını ön plana çəkərdi ki, bu alçaq, boylu, cılız adam ancaq böyük hünər sahibidir, cəsarət yiyəsi idi, gözəl silah atırdı, gözəl at çapırdı. Hətta o düşmənlərlə üzbəüz gələndə də qorxmazdı, çəkinməzdi. Qatır Məmməd hətta altının altında belə böyük sirk ustalarının göstərə bilmədiyi cəsarətlə atın altında gizlənib aradan çıxmağı bacarırdı. Görəsən, elə bir gün olacaqmı? Tüfəng atmaqdan, qan töhməkdən canımız qutaracaq. Dağlardan, bu rütubətli qayalardan bir dəfəlik əl çəkəcəyik. Hərdən ağlıma qəribə fikirlər gəlir. Deyirəm, Gəncədən uzaqda, meşənin içində bir ev tikəsən. Akuşqalı, aynəbəndli.
Həyətdə ocaq qalayasan, uşaqlar qaçışa, çoxlu. Mən də bütün gün oturub onlara tamaşa edeyim. Düz deyirsən. Anam həmişə deyərdi, evladsız yurt, suyu qurumuş dəyirman kimi bir şey. Sibir həyatı Qatır Məmmədin gözünü çox açmışdı. Sadəcə olaraq bu Gəncə quberniyasında hərəkət etmək üçün buna lazım idi ki, imkanlı adamlarla qohum olsun və o gözəl başa düşürdü ki, əks təqdirdə o həbs olunacaqdı. Yəni, tez ələ keçəcəkdi. Ona görə də Məşəbbə xanım da haradasa sevgidən, məcarəçılıqdan daha çox bir növ özünü, necə deyərlər, dövlət qüvvələrindən salamat qalması üçün, gizlənməsi üçün, ələ keçməməsi üçün istifadə edir. Deyilənə görə Qatır fərağat durmadı. Hacı Həsəni yenə vurdu. Qılçasına zaten çox ağır yaraladı. Qatır Məmmədə xəbər olmadan mən bunun dəfələrini eşitmişəm. Meçiddə namaz qıldığı yerdə Hacı Həsən meçiddən çıxıb gələndə yoldaşlarından biri onun aranı qızışdırmaq üçün o güllə atıb. Ondan sonra aralarında ümumiyyətlə tamamilə pozğunluq başladı da. Arxiv sənədlərinə görə Qatır Məmməd sürgündən qaydanda Gəncəpasarda 8-dən artıq qaçaq dəstəsi vardı. Şadıllıdan Məşədi Göyüşün, Safıkürddən Kərik Hüseynin, Qızıl Halcılıdan Məşədi Qədirin dəstələri Nikolay hökumətinin vaxtından fəaliyyət göstərirdi. Hökumətin bu dəstə üzvlərini sıxışdırması onları daha da yaxınlaşdırırdı. Qatır Məmməd də ilk vaxtlar qaçaq nağının dəstəsinə qoşulub. Az sonra aralarına İnciliyi düşdüyünə görə Məşədi Qədirlə birləşir. Həmin vaxt Əhməd bəyin yaxın qohumu Musa ağanı öldürən Məşədi Qədir özü də ağır yaralanır. Onu Tiflisə müalicəyə göndərən Qatır Məmməd dəstənin başına keçir. Eşitdiyimə görə bu həmişə qaçaq düşüb, kiməsə sığınırmış da, gedib Əhməd bəyə sığınıb, Əhməd bəy bunu oğulluğa götürüb və Əhməd bəy də, sizi deyim ki, savadlı bəylərdən olub və onun ofisinə daxil olmaq üçün gərək Propski yazılıydı, axranası olub onun. Ancaq o gözətçilərinə tapşırıb ki, Qatır Məmməd bir də bir yoldaşı, 2 nəfər propsuz mənim yanıma girə bilər. Əhməd bəylə atoğul kimi yaşayırdılar. Bizim kənddən də Maşadı Qədirgili vardı Qızılacıldan. Maşadı Qədir də Əhməd bəyin Qızılacılının aşağı hissəsi tamamilə torpaq hissəsi 1000 hektara qədər Əhməd bəyin idi. Bunlar da istəyirlər ki, Maşadı Qədir Əhməd bəydən yer alırlar. O məsələ çətin Əhməd bəy gücləri çatası döydü. O vaxtda hamı o indiki deputatlar olan ki, Niqalay hökumunun senatının üzvü bir adam idi Əhməd bəy. Çox bacarıqlı, savadlı adam idi. Eləliklə Maşadı Qədirgil Qatır Məmmədi əl aldılar. Bir gün Kəndxuda Qatır Məmmədi çağırır ki, bilirsən nə var, deyirlər, sən bilirsən ki, mən Əhməd bəylə düşmanam. Sən də Qışbazoğlu Hacı Həsəndən düşməsən. Gəl əhd keçək, sən Əhməd bəy öldür, mən də Hacını öldürüm. Qatır Məmmədin bax, belə haqsız işləri çoxudur, vardı. Özdə onun haqsızlığı orasında oldu ki, Əhməd bəy ki, Əhməd bəy onun özünə oğul götürmüşdü. Onun ölümünü təşkil elədi. Zənnim məni allatmadı, Göyüş kişi. Xoş gəlmişsən. Hoş günün olsun. Yo, yerin pişirdü. Bugündən buranın böyüyü sənsən. Qatır Məmməd işlədiyi Maşadı Qədiri görmüşəm, Maşadı Göyüşü görmüşəm. Maşadı Göyüş yaxşı adamdır. Qaçarıdır düzdür. Amma rəhimşi adamdır, o qədər mərdəm azaldı adam döydü. O yaxşı adamdır, pis adam döydü. Qatır ölüb öldürməklə satın gəzirdi. Hər addım başı haqsızlıqla, ölümlə, fəlakətlə üzləşən gənc adam heç və humanist
və mülayim ola bilməzdi. O sərt idi. O düşmənə qarşı amansız idi, barışmaz idi. Qatır Məmmədin bu xasiyyətləri dövrün özü tərbiyə eləmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın çalxalandığı bir vaxtda qurulmuşdu və bu hökumətə 1-ci Cahan Savaşından, iki hakimiyyətli dövründən boş büdcə, daxili və xarici təhlükə, ordusuz, təcavüzlə üzləşən məmləkət, dağıdılmış iqtisadiyyat, aqrar problemlər miras qalmışdı. Yeni yaranan hökumətə həm də ordu lazım idi. Nikolay dövründə çara əskər yerinə pul ödəyən Azərbaycan kəndlisi isə buna hazır deyildi. Gəncəyə çağırışçı yığmağa göndərilən Şəhzadə Mirzə Məhəmməd, hərbi nazir Mehmandarova məlumatına bildirirdi ki, quberniyada 3000 çağırışçı olduğu halda 30 nəfəri güclə çağırış məntəqəsinə gətirə bilib. Əhali qaçaqçılığı əskərlikdən üstün tutur. Atamın dediyinə görə o zaman 18 yaşı belə olur təxmini. Biraz da Qatır Məmmədlə qohumat kimiymişlər. Elə uzaq da olsa qohum kimiymişlər. Bu Müsavat devrində bu təxmini 17-18-ci ildə Qatır Məmmədin dəstəsinə qoşulur. Deyir ki, bu torpağı zadı bizə vermədilər. Biz deyib, mən də məcbur oldum deyir, Qatır Məmmədin dəstəsinə qoşuldum. Ondan deyir, iştirak elədik deyir. Mənim daimdir xan kişi, böyük kişi Yusubovlar. Yusuf Yusubov. Sonra mənim əmim Əli Mehtioğlu, Allah verdiyev. İsa Namazov, Mustafa Namazov. Və bunlar hamısı bu kətdəndir, onun qohumlarıdır. Və başqa Kəpənəkidən də bir neçə adamlar onun başına toplanıb və bu xanlara, bəylərə qarşı demək, bunlar mübarizə aparırlar. Bu həmin Rusiya hökumətinin qaçağı oldu. Sovet hökumətinin qaçağı oldu. Müvəqqəti hökumət qurulunda da bu Samiyan hökuməti deyirlər. Musavat hökumətinə qaçağı oldu. Gördün o zaman Musavat hökumətinin Daxili İşlər Naziri Aslan bəy Safkürski bunu məhv eləməkdən ötəri, Qatır Məmmədin məhv eləməkdən ötəri yarım milyonun başına qızıl pul ayırıblar. Xəbərin var? Gubernator qızıl pulla başına 2000 manat kəsib. Ha, görürsən? Gubernator dəli deyir ki, havayı yeri o qədər pulu mənim başıma versin. Deməli, mənim də başım bir şeydən çıxır. Müsavat hökumətinin yerli orqanları, o cümlədən Gəncə quberniyasının qubernatoru Vəkilov tam aciz qalmışdı. O özünün hesabatlarındadır. Biz bunu istər Qəza rəisinin, istərsə də qubernatorun hesabatlarında da açıq aydın görürük. Bunlar Daxili İşlər Nazirinə, Müdafiə Nazirliyinə dəfələrlə qoşun, hərbi hissələr, nizami hərbi hissələr Qatır Məmmədə qarşı göndərmək üçün xahişlər ediblər. Son məlumatlara görə Qatır Məmmədin quldur dəstəsi Daşbulaq Dağlıq rayonunda köhnə karvansaranı tutmuşdur. Kəndlər başdan başa səngərlə əhatələnib. Bir qayda olaraq varlılar qarət edilir. Üçüncü bölgədə səliqə səhman yaratmaq çətinləşir. Hərbi qüvvəsiz dəstəni məhv etmək mümkün deyil. Vəziyyət o elə çatıb ki, Qatır Məmməd Pristav Şıxlinskini Göranbay Əhmədli qəzasından qovub, əyninə general paqonu taxaraq özünü qəzanın pristavı elan edib. Onun dəstəsini darmadağın etmək üçün Gəncə qarnizonu səfərbərliyə alınmışdır. Gəncə qubernatoru. Əgər biz tarixi sənədlərə baxsaq, orada açıq aydın göstərilir ki, Qatır Məmməd Gəncə Basarda, xüsusilə Göran nahiyəsində hakimiyyəti ələ alıb. Bu nahiyə Müsavat hökumətini tanımır. Bu nahiyənin cəmaatı Müsavat hökumətinə nə əskər verir, nə vergi verir, nə onun qərarlarını qəbul edir. Aydın məsələdir, hər bir ölkə, dövlət özünün ərazisinin bir hissəsindəki bu vəziyyəti düzəltməyə çalışırdı. Buyurun. Qulaq asıram. Biz borçlularıq ağrılalım sənin. Şahmar bəy taladı çapdı bizi. Nə taxılımız var qaldı apardı. Bunlara 5 kisə taxıl verər. Oldu. Biz də Darçınlıdanıq, qadan ürəyimə gəlsin. Rəşid bəy anadan əmdiyimizin hamısını burnumuzdan tökür. Deyir ki, bazar ertəsinəcən
borcunuzu verməsəz, bütün mal-qaranı alıb qatacağım öz naxırıma. Bizim nəyimiz var ki, borcu qaytaraq? Özün bilirsən ki, bütün taxıl tələf oldu, getdi. Yaxşı, sabah gərək ondan danışaq. Ürəyini buz kimi saxla, kişi. Rəsmi dövlət sənədləridir. O dövrün mətbuatını da biz nəzərdən keçəndə açıq aydın görürük ki, Qatır Məmməd hərəkatı kommunist hərəkatı ilə sıxı bağlı olub. Sıxı bağlı olub. Azərbaycan bolşevikləri istər Bakıda olanlar, istər Gəncədə olanlar Qatır Məmmədə hər cürə köməklik edirlər. Lenin yoldaşının əmri ilə 11-ci ordu Azərbaycan inqilabının köməyinə gəlir. Qələbəyə az qalıb. Ancaq düşmən hələ güclüdür. Çox güclü. Yaxşı, Səməd. Bəs silah məsələsini neyniyək? Silah var. Bakıdan yoldaşlar göndəriblər. Borsunundadır. Ancaq onu oradan götürmək lazımdır. İndi hər tərəfləri tüfəngli adam qoyublar. Bir arabanı da ələk belə eləməmiş bıraxdılar. Tək silah olsun, Səməd. Borsunlu da yox, istəyir lap kəpəzin kəlləsində olsun. Onu oradan gətirmək mənim boynuma. Atam deyirdi ki, biz onunla görüşən adamları da görmürdük. Silahı da hardan gətirdiyini görmürdük. Amma deyir, əsas bir dəfə Musavat qoşundan biz Zatda Şadılda döyüşəndə oradan da külli miqdarda sursat götürdük. Hərbi sursat. Sovet tarixşünaslığı Qatır Məmməd fəaliyyətinə həmişə bir tərəfli baxıb. Bəzi məqamların üstündən sakit keçib. Müasir tarix də Qatır Məmmədə bir mənalı yanaşmır. Onu milli hökumətin dayaqlarını laxladan əsas qüvvələrdən biri sayır. Gəncə quberniyasında qırmızıların xeyrinə təbliğat apardığını, hətta 1917-ci ildə bolşeviklərin Dəllər stansiyasında keçirilən qurultayında Şamyandan xüsusi təlimat alması faktını önə çəkir. Bir sözlə, Qatır Məmməd bolşeviklərin fitvasına uymaqda təqsirləndirilir. Qatır Məmmədin ola bilər ki, səhvi onda idi ki, o 1918-19-cu il çıxışlarında, mübarizəsi dövründə kommunistlərə, bolşeviklərə daha çox inanırdı. Və Qatır Məmməd öz fəaliyyətində istər Azərbaycandakı olan kommunistlərdən, istər Rusiyada olan kommunistlərdən lazım köməyi ala bilirdi. Və onlar, bayaq dediyim kimi, məhz Qatır Məmmədin əli ilə, köməyi ilə Azərbaycanda siyasi quruluşu dəyişmək, müsavat hökumətini yıxmaq və burada da Sovet hakimiyyəti, Rusiyadakı kimi Sovet hakimiyyəti qurmaq istəyirlər. Düzdür, Qatır Məmməd bolşeviklərlə müttəfiq idi. Bu dəstənin silahlandırılmasında qırmızılar xüsusi canfəşanlıq edirdi. O da düzdür ki, istər Fətəli xan Xoyskinin, istərsə də Nəsib bəy Yusuf bəylinin vaxtında Qatır Məmmədin dəstəsi ilə milli hökumət qoşunları dəfələrlə vuruşub. Amma unutmaq olmaz ki, nə Qatır Məmməd, nə də məmur zülmünə dözməyib qaçaq düşənlərin heç biri milli birliyə, müstəqilliyə qarşı çıxmırdı. Kəndlilərin milli hökumətdən narazılığı vardı ki, bunun da səbəbi başqa idi. 19-cu il 22-sin fərmanı ilə fərmanda deyilirdi ki, 1917-ci ilin payızı, 1918-ci ilin qışında kəndlilərin kütləvi qiyamları zamanı sahibkarlara, bəylərə, xanlara vurulmuş ziyan, kənd bəylərin əlindən alınmış torpaqlar geri qaytarılsın, meşələr təzədən sahiblərinə qaytarılsın və üstəlik bu üsyanlar zamanı bəylərə dəymiş ziyan ödənilsin. 1919-cu ilin 20 martında isə Qatır Məmməd və ona birləşən qüvvələr Gəncəni mühasirəyə alır. Qubernator Vəkilova ultimatum verir ki, qohum əqrabası ilə bir yerdə istefa versin. 4 saatlıq atışmadan sonra hökumət qoşunları bu qüvvələrə müqavimət göstərə bilmir və həmin gecə Vəkilov Gəncəni tərk edir. Nəsib bəy Yusuf bəyli hökuməti qəbul edəndə Gəncənin general qubernatoru Xudadat bəy Rəfi bəyli təyin edilir. Bu vaxt hökumətin qarşıya qoyduğu ilk vəzifələrdən ən əsası dəstəni məhv eləmək idi. Qatır Məmməd haqqında çəkilən kinoda göstərilir ki, güya o fəhlələrlə əlaqə saxlayır, inqilabi hərəkətə köməklik edir,
O, inqilabi hərəkatından, kəndli hərəkatından uzaq bir adam olubdur. Bunu mən ağsaqqalların, atamın deməsindən yaxşı bilirəm. Vallahi qatırda nə elə bir dərdəki elə bir savaş yox idi ki, o vaxt inqilabi hərəkət eləyəydi. İftira bir işin onun hamısı. Cəmaat çalıyış var o zamanlar. Bax belə. Burada heç bir qəhrəmanlıq yoxdur. Bu hamısı şəxsi düşmən çağıqdır. Əgər Fətəlxan Xoyski Goranboya kəndlilərə qarşı zirehli qatar göndərirsə və Goranboyun kəndliləri zirehli qatardan atılan top ateşi ilə yerlə yeksan edilirsə, üsyançı kəndlilər ot tayasına salınıb yandırılırsa, bu adi tayfa davası deyir. Bu ictimai quruluşa qarşı etirazdır. Özü də silahlı etirazdır. Qızılları, tez! Bu qatarı ona görə saxlamışdılar ki, Müsavat hökumətinin 22 iyun 1919-cu il fərmanını ləğv elətdirsinlər. O məqsədlə. Kinoda isə burada başqa sujet var. Pul tələbi var. Tarixi sənədlərin heç birində belə fakt yoxdur. Qatır Məmməd həyatının kino tarixinə köçürülməsi də bir ayrı nağıldır. Kəndli hərəkatının rəhbərini ekran qəhrəmanına çevirmək işi görkəmli rejissor Hüseyin Seyidzadəyə tapşırılıb. Qatır Məmməd isə Əlabbas Qədirov olmalıydı. Amma filmi Rasim Ocağovsuna çatdırıb. Qəhrəmanı da ölməz aktyor Şahmar Ələkbərov. Bu film 20-ci əsrin əvvəllərində Azərbaycanda, Azərbaycan kəndində baş verən hadisələrin xronologiyasıdır. Orada baş verən hadisələr öz əksini tapıb. Qasım, uşaqlardan 3-4-ünü götür. Ged o kəndxuda düdüyü gəti görüm nə deyir. Arxayın ol. Sağ olun, çox sağ olun. O Qasım da mənim qaynatamdır. Amma onu da deyim ki, Qasım onda uşaq idi. O yaşda deyildi. Özdə Qasım heç vaxtı Qatır Məmmədin dəstəsinin üzvü olmayıb və heç kəsə də güllə atmayıbdır. Bir kilo çəkiblər, qoymağa, nə bilim, gedib orduyla vurdu. And olsun Allah, onlar hamısı əfsanələrdir. Mən hərbi nazirə müraciət edib, ondan 2 süvari polku, 2 topçu bateriyası və bir də zirehli qatar istəmişəm. İndiyə kimi bir xəbər yoxdur. Cənab mayor, sizdən xahiş edirəm, Xan Xoyski cənablarına təsir göstərəsiz. Çünki əlavə kömək almasaq, Qatır Məmmədin öhdəsindən gələ bilməyəcəyik. 1919-cu ilin iyulunda Qatır Məmmədə ciddi zərbə vurulur. Qaçaqların əksəriyyəti hökumətin əlinə keçir. İyulun 14-də Qəzə rəisinin köməkçisi Navitski bildirir ki, Qatır Məmmədin dəstəsində iştirak edən qaçaqların bəziləri, o cümlədən Xankişi Məmmədoğlu, Mustafa Namazoğlu, Qara Yusif Əlioğlu, Əli Mehdioğlu, Usub Məmmədoğlu, Böyükkişi Məhərrəmoğlu həbs edilib. Səhv eləmirəmsə, gərək 19-cu ildə bunlar tuturlar. Sentyabr ayı nəticə tuturlar, bunlar qalıb türmədə olur. Qatır Məmməd də Kür çayını keçib Dağıstana doğru getmək istəyirmiş. Başına da bir neçə nəfər, o cümlədən Əziz də bunun içində olub. Deyin görüm, Bolşeviklərə qoşulan Azərbaycanlıları xalqın namuslu oğulları hesab eləmək olar. Niyə cavab vermirsiniz? Siyasətlə maraqlanmıram, cənab Miller. Mən zabitəm. Günü sabahdan Qatır Məmmədin siz sağ əli olmalısınız. Nə? Tamamilə yalan uydurma bir əfsanədir də, kinodur. Bəlkə də kinonun gözəlliyi, bədii cəhətdən gözəl olsun deyə elə quraşdırıblar. Lakin Qatır Məmmədin nə fəhlə hərəkəti ilə əlaqəsi olmayıb, nə də ki, Əzizin müsavatla
müsavat ordusuyla, müsavat generali heç bir əlaqəsi olmuyor. Gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görə bilmədi. Bunu Allah rəhmət eləsin, öldürürlər bunu 19-cu ildə. Qızıl Ordu da bura gəlmiyor 20-ci ildə. Bu nəsər olur, yəni ona görə bu konunun özü saxlı. O vaxt dövlətdən indi xəlvət danışırdılar bu söhbəti. Abdullah kişinin özündən eşitmişəm. Deyir ki, mən özünü qırxırdım, birdən güllə açıldı. Baxdım, gördüm Əziz, deməli, Qatır Məmmədi vurdu. Mən də dedim, mən ya vurdun, dedi, bəlkə canımız bu Samux meşələrində düşürdü. Əziyyət çəkirik, əzab çəkirik. Nə qədər qaçaqlıq eləmək olar, nə qədər quldurluq eləmək olar. Çəkək bu həyat tərzindən. Evimizə qaydaq, eşimizə qaydaq. Gəlib zada rayonda deyir ki, Qatır Məmmədi öldürdüm. Görünboy Əhmədli kəndindən də Mustafa adında bir kişi olur, onu Şeytan Mustafa deyirlərmiş. O gedib, Hacı da Gəncə banisəsində yatırmış. Buna xəbər verir ki, muşruluğunu verir, Qatır Məmmədi öldürdülər, Əziz. Deyirsən, mənim oğlum Cahangirin ölümünü madəsən, ondan irəli idi. Qatır Məmməd mənim düşmanım, sən düşman döydü ki. Qatır Məmməd öləsi adam döydü. 1919-cu il sentyabrın 30-da Gəncə qəza rəisinin general-qubernator Xudadat bəy Rəfibəyliyə raportu. Sentyabrın 18-də Qatır Məmməd yoldaşları ilə birgə Qaraqovaq kəndinə gəlib. Burada kəndin kövxası Hacı Usub bəy və qardaşı Hacı Gözəl bəyin dəstəsi ilə atışıblar. Həmin atışmada Qatır Məmməd öldürülüb, dəstənin qalan üzvləri isə gizləniblər. Əzim də bilmirəm, öldürülməsini bilirsiniz ya bilmirsiniz. Onu da danışırdılar ki, Mehtioğlu və bir neçə nəfər gedirlər Kəpənəkçi kəndindən onu tutub gətirməyə ki, dövlətə təhvil versinlər, məhkum olunsun. Onu elə yarı yolda özləri gülləliblər ki, güya qaçdığı yerdə vurmuşlar. Onlar Həbbə xanıma söz verirlər ki, onun Qatır Məmmədə güllə atan əlini biləyindən kəsib gətirəcəyik. Həbbə xanım özü dönə-dönə deyirdi ki, həyətdə bir çökək yer, mundar yerə onun biləyini gətirdilər, mənə göstərdilər, həmin yerə tulladıq, torpaqladıq. Məmməd, sən ağıllı adamsan. Deyirəm, görəsən biz öləndən sonra heç bizi yada salan olacaq. Gərək olsun. Olacaq. Mütləq olmalıdır. Mənim üçün Qatır Məmməd xalq qəhrəmanıdır. Ona görə ki, bu xalqın uğrunda döyüşür. Xalqın mənafeyini müdafiə edib. Onların torpaq verilməsinin üstündə mübarizə aparıb. Kasıblara qarşı, amansız olmaqlarına qarşı mübarizə aparıb. Mənə görə bu xalq qəhrəmanıdır. Qatır ləqəbindən aydın olur ki, quldur olubdur. Və quldurluğuna görə də qaçıb, gizləndiyinə görə mən onu həm də qaçaq adlandırıram. Ən çətin vəziyyətdən çıxmağı bacardığına görə buna Qatır, yəni son derəcə möhkəm, dözümlü ləqəbini verirlər. Qaçağıdır, hökumətin qaçağıdır. Banditlərə, bəylərə qarşı mübarizə vuruşurdu. Yer üstə, torpaq üstə, devlət üstə. Bəli, Qatır Məmmədi zaman özü yaradıb. İstisində bişirib, sazağında bərkidib. O da ədaləti əlindəki tüfənglə bərqərar edəcəyinə inanıb, inandırılıb. Bütün bunlara cavab xalq qəhrəmanı kimi tarixləşib. Bizdə mərd adamın adı mərd qalır, namərdin qəbrini də daşqalaq eləyirlər.